Lənkəranda 2 nəfərin yanmış cəsədi tapılıb. Meyitlər günorta saatlarında Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poligonu ərazisinə yaxın olan fermanın həyətində aşkarlanıb. Dərhal əraziyə hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsub olduğu deyilir. Hadisə yerində maddi sübutlar götürüləndən sonra meyitlər daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq. Faktla bağlı araşdırma aparılır.